2025-ci ilin sentyabr ayında fəaliyyətə başlayan Xıdırlı məktəbində hazırda 226 şagird təhsil alır. 30 nəfər heyəti olan məktəb ümumilikdə 500-dən artıq şagirdə dərs vermə gücünə malikdir və ən sevindirici xəbər ondan ibarətdir ki, yanvar ayında artıq bu məktəbin şagirdləri öz məktəblərini olimpiyadada təmsil edəcəklər. Mən Xıdırlıya gəlmək üçün həvəslənirdim. Bura çox qəşəng kənddir. Buranın məktəbi də qəşəngdir. Mən bura gəldiyim üçün çox sevindim. Məktəbimiz çox gözəldir. Müəlliməmiz çox qəşəng müəllimədir. Yaxşı, ürəyi açıq, ürəyi təmiz müəllimədir. Nə vaxtı Xıdırlıdasın? Demək olar ki, biz iyul ayında köçmüşük. Nələr dəyişibsən Xıdırlıya gələndən sonra sən? Mənim üçün hər şey çox gözəldir. İndi burada mənim sinif yoldaşlarım çoxdur. Mən sinif yoldaşlarımı çox sevirəm. Bu il 30 sentyabrdan bəri burada işləyirəm. Riyaziyyat fənnini tədris edirəm. İlk öncə bu torpaqları bizə işğaldan azad edən şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Qazilərimizə can sağlığı arzulayıram. Burada işləmək çox qürur verici hissdir. Əslində mənim anam Xıdırlı kənd qızıdır. Yəni uşaqlığı burada keçib, gəncliyi burada keçib. Anam həmişə danışırdı Xıdırlı kəndi haqqında. Mənim təsəvvürümdə çox gözəl idi. İndi də gözəldir, şükür bu günə. Həmişə istəyirdim bura gəlməyi, amma bu gün də burada riyaziyyat fənnini tədris eləmək çox qürur verici hissdir. Çox xoşbəxtəm ki, burada işləyirəm. Universiteti bitirdikdən sonra öz kəndimizə müəllim olaraq qayıtmışam. Çox təəssüf edirəm. Müəllimlik fəaliyyətim kəndimizdə 3 il davam elədi. Və mən 26 yaşımda Xıdırlı kəndini tərk etdim məlum səbəblərdən. Sonraki illərdə müəllimlik fəaliyyətim, təhsil sahəsində fəaliyyətim davam edirdi. Amma mən gənclik illərində Xıdırlı məktəbindəki o fəaliyyətimin davamını gətirə bilmirdim. Başqa istəklərim, başqa arzularım var idi və 2025-ci ildə sentyabr ayının 15-də 26 yaşımda yarımçıq qoyduğum kənd məktəbindəki müəllimlik fəaliyyətimi növbəti dəfə bu məktəbə direktor olaraq qayıdaraq davam elədim. Və bilirsiniz ki, bizim şanlı ordumuz torpaqlarımızı işğaldan azad etdilər və biz işğaldan azad edilmiş bu torpaqlarda təhsil işçiləri olaraq üzərimizə çox böyük vəzifələr düşür. Biz artıq elə bir gənc nəsil yetişdirməliyik ki, onların milli şuuru daha inkişaf etmiş olsun, dövlətçiliyimizə, idarəçiliyimizə daha layiqli gənclərimizi verə bilək.